Dubaya gedəndə şəhəri hündür bir mərtəbədən izləmək üçün ən uyğun təklif Skyview-dur. 2 nəfər üçün simvolik bir büdcə ilə şəhər bütün ayaqlarınızın altında qalır. Mən bileti öncədən onlayn şəkildə almışdım ki, burada növbədə çox gözləməyək. Dubayda başqa gəzməli, görməli yerlər haqqında fikirlərinizi rəylərdə gözləyəcəm. Gecə Bürc Xəlifənin yanında fontan şounu da izləməyi unutmayın. Kifayət qədər sıxlıq olur, 18:30-dan etibarən fontan şou başlayır və hər yarım saatdan bir davam edir. Daha sonra Dubay Marinaya getdik. Bura çox gözəldir. Hətta deyərdim ki, elə Dubayın əsas görülməli hissələrindən biridir. Bahalı restoranlar, bahalı məkanlar deyərdim ki, əksəriyyəti Marinada cəmlənib. Yaxt turu da götürmək mümkündür. Sadəcə biz uşaqla olduğumuz üçün düşündük ki, bizə sərf eləməz. Dubaydakı məşhur çarxı yəqin ki, bilməyən yoxdur. Elə Marinadan sonra gəlib keçdik həmin bu çarxa. Biz Dubai Mall və Emirates Mall'da olduq. Deyərdim ki, ana uşaq otağı hər biri çox gözəldir və hər addım başı var. Sadəcə Dubai Mall hədsiz böyükdür və gəz bitmir. Mənə artıq bir nöqtədən sonra çox yorucu gəldi. Sizin də bura haqqında təəssüratlarınızı gözləyirəm.